Hər kəsə salam dostlar, Aytmas kanalına hər biriniz xoş gəlmisiniz. Bugünkü mövzumuz AI video generator, yəni ki, AI vasitəsilə video yaradırlar. Siz də sosial şəbəkələrdə görmürsünüzdür. Hansı ki, bu videolar necə yaradılır? Yəni ki, Veo 3 AI ilə bu videolar necə hazırlanır və pulsuz bir şəkildə əsas olaraq necə hazırlanır, onu göstərəcəyəm. Hansı ki, biz hər hansı bir brauzerə daxil oluruq və bura Flow yazırıq və axtarış edirik Flow AI. Gördüğünüz gibi Google Labs Google tərəfindən istifadəyə buraxılmış bir AI-dır. Daxil oluruq Flow'a. Flow'a daxil olduqdan sonra burada Create with Flow'a basırıq. Hansı ki siz burada yaratdığınız videolarla istənilən sosial şəbəkədə heç bir müəllif hüququ olmadan paylaşa bilərsiniz. Daxil oluruq və artıq burada bizim Google hesablarımız gəlir. Bunlardan dediyim, siz öz Google hesabınıza daxil olursunuz. Amma bir nüans var ki, sizin Google hesabınız 18 yaşdan yuxarı olmalıdır. Mən hal-hazırda hesabıma daxil oluram. Hesabıma daxil olduqdan sonra və sağ yuxarıdan profil şəklinə basdıqda gördüyünüz kimi burada AI kredit yazıb. Məndə hal-hazırda 20-dir, mən işlətmişəm. Sizə bu hər ay 100 AI kredit verir. Yəni siz hər bir video üçün 20 kredit işlətdiyinizə görə siz hər hesab ilə 5 ədəd pulsuz bir şəkildə video hazırlaya bilərsiniz. Hesaba daxil olduqdan sonra aşağıdan New Project butonuna basırıq və artıq bizim iş masamız açıldı. Burada aşağıda gördüyünüz kimi text to video basdıqda burada tekstdən videoya çevirə bilərik. Hər hansı bir şəkildən videoya çevirə bilərik və yaxud da ki, müxtəlif birdən çox şəkildən videoya çevirə bilərik və yeni bir şəkil yarada bilərik. Buradan biz text to videodan bir dənə video hazırlayaq. Bura biz prompt yazmalıyıq. Gəlin promptu da elə professional bir şəkildə ChatGPT vasitəsilə hazırlayaq. Yazaq mənə Veo 3 AI 3-ün bir video promptu yaz. Türkçədə yaza bilərik, Türkçədə qəbul edir. Promptu uzun olması yaxşı deyil. Promptu gəlin qısa tutaq ki, çünki uzun olan da səhvlik çox olur. Gəlin bu promptu kopyalayaq, yapışdıraq. Görək bizə nə video verir. Bir tərəfdən ayarlardan da istəsəniz landscape və portrait formada hazırlaya bilərsiniz. Buradan modeli Veo 3.1 fast qalsın. Buradan da qalıb. Aha. İndi göndərək. Görək bizə nə kimi bir nəticə verəcək. Və gördüyünüz kimi burada da yazır. Yəni ödənişsiz kredit hər ay resetlənir. Yəni sizə hər ay müntəzəm şəkildə 100 kredit verir. Digər videoda da sizə, yəni gələcək videoda sizə Nano Banana şəkil yaratma AI-ni yəqin ki eşitmisiniz. Həmin Nano Banana ilə necə limitsiz bir şəkildə istənilən qədər şəkil necə hazırlamaq olar, yəni hətta pulsuz bir şəkildə necə hazırlamaq olar onu göstərəcəyəm. Yəni izləmədə qalın. Bəli, videomuz artıq hazırdır. Baxaq görək necə bir video hazırlayıb. Ma'am, you're under arrest. Turn around. What? I was just delivering a package. What did I do? Yəni bizim promptumuzda da belə yazmışdı. Hansı ki kuryer gəlir, bağlamanı qoyur, sonra polislər gəlir, onu tutur. Ma'am, you're under arrest. Turn around. What? I was just delivering a package. What did I do? Yəni normaldır. Kiçik bir xətalar ola bilər. O da promptdan bağlıdır. Promptu nə qədər dəqiq yazsanız, bir o qədər də yaxşı nəticələr verəcək. Yəni bu belə. İstədiyiniz kimi buradan da sağ yuxarıdan endirmə butonuna basaraq da həm GIF şəklində, həm də video şəklində 720 piksel formatında da yükləyə bilərsiniz. Yəni bu qədər. Daha sonra da bunu CapCut'a atarsınız. Yəni istədiyiniz kimi dəyişikliklər edərsiniz. Hətta sosial şəbəkədə görməmiş olmazsınız. AI vasitəsilə story videolar hazırlanır. Yəni müxtəlif belə videolar hazırlayıb onları CapCut'da kəsib birləşdirərək də
hekayə videoları paylaşa bilərsiniz və əsasda hal-hazırda sosial şəbəkədə ən çox izlənən videolar AI videolardır. Hətta bu Veo 3 ilə Azərbaycanca videolar da hazırlamaq olur, hansı ki karakterimiz Azərbaycan dilində səlis danışmağı bacarır. Sadəcə mənfi cəhətlərindən biri odur ki, yəni bu pulsuz versiyada sadəcə 8 saniyəlik video hazırladığı üçün, məsələn siz danışıq videoları hazırlayırsınız Azərbaycan dilində, sözləri daha az yazmağınız daha məsləhətdir. Çünki 8 saniyəyə sıxışdırmağa çalışdığı üçün sözləri daha tez-tez deməyə başlayır. O zaman da videonun keyfiyyəti düşür. Ona görə sözləri və ya diyaloqları biraz daha aşağı tutsanız daha məqsədə uyğun olur. Videomuz bu qədər dostlar. Daha çox belə AI-ya dair videolar istəyirsinizsə, yəni kanala abunə olub videoya bəyənməyi unutmayın. Nəsə sualınız olarsa şərhlər bölməsində bildirərsiniz. Əlimdən gələn qədər köməklik göstərəcəyəm. Bu günlük bu qədər dostlar. Sağ olun, salamat qalın. Gələn videolara dək.